Məlumdur ki, müasir geosiyasi proseslər, yaxın regionlarda gedən müharibələr Cənubi Qafqaz üçün də ciddi təhdid yaradır. Belə ki, münaqişə istənilən an Qafqaza da sıçraya bilər. Çünki döyüş faktiki qapımızın önündə gedir. Məhz ona görə də liderlər bu arzu olunmaz vəziyyətin qarşısını almaqdan ötürü prinsipial mövqe sərgiləyir. Eskalasiyanın dərinləşməsi yox, problemlərin dialoq yolu ilə həllinə dəstək ifadə edirlər. Təbii ki, bölgədə gedən proseslər fonunda iki qonşu və dost dövlət arasında siyasi və iqtisadi əlaqələrin güclənməsi sabitliyin təmini üçün də bir nömrəli amil sayılır. Üstəlik, Prezident İlham Əliyevin qonşu respublikaya dövlət səfəri indiki mürəkkəb beynəlxalq şəraitdə bir sıra strateji istiqamətlər üzrə vahid yol xəritəsinin formalaşmasında da müstəsna rol oynayacaq. Dövlət başçımızın Gürcüstanın baş naziri Irakli Kabaxidze ilə görüşlərində ətraflı toxunulan həmin istiqamətlər Cənubi Qafqazın uzun müddətə siyasi, iqtisadi konfigurasiyasını müəyyənləşdirəcək. Qarşıya qoyulan hədəflərin uğurlu realizəsinin yeganə təminatı isə əlbəttə ki, iki xalq və iki dövlət arasında tarixən mövcud olan və yeni dövrün şərtlərinə uyğunlaşdırılan səmimi münasibətlərdir.